Danışıqlarımızdan bəlli olmuşdu ki, ağ işıq zərrələri həm də informasiyanın qəbul edicisi, özündə saxlayıcısı və ötürücüsü xarakterlərinə malikdirlər. Bəli, fizikanın kvantlar bəhsindən fiziklərin təcrübələrdə qarşılaşdıqları bir çox qəribəliklər, möcüzələr məlumdur ki, bunların nədən törəndikləri onlar üçün müəyyən qədər qapalı qalıb. Bu barədə bir misala baxaq. Davis özünün kitabında yazır. Fərz edək ki, təcrübəçi cihazı işə salır və əvvəlcədən elə istiqamət seçir ki, ona nisbətən hissəciyin spininin yönəldiyi səmtləşməsini müəyyən etsin. Spin hissəciyin özünə məxsus xüsusi fırlanmasıdır. Təcrübədə belə istiqamət kimi adətən maqnit yaxud elektrik sahəsinin istiqaməti götürülür. Təcrübəçi hissəciyin spini ilə sahənin istiqaməti arasındakı bucağı müəyyən etmək istəyir. Ölçü apararaq o təəccüblə aşkar edir ki, spin qəti olaraq məhz sahənin istiqamətində səmtlənmişdir. Təcrübə dəfələrlə təkrar olunur, lakin həmişə eyni bir nəticə alınır. Spin həmişə seçilmiş istiqamət boyunca yönəlir. Təcrübənin düzgün aparılmamağından, nöqsanlılığından şübhələnərək təcrübəçi xarici sahənin istiqamətini dəyişməyə girişir. Lakin hissəciyin spini də hər dəfə onun istiqamətini təqib edir. Təcrübəçi nə qədər cəhd edib səy göstərir ki, seçilmiş başlanğıc istiqamət ilə bucaq əmələ gətirən səmtdə yönəlmiş spini aşkar etsin. O, heç nə əldə edə bilmir. Təcrübəçi özünü itirmiş halda çaşıb qalır. Hissəci sanki onun fikirlərini oxuyur. Çünki daima onun hesabatdan ötürü ixtiyarı seçdiyi istiqaməti göstərir. Ümidsiz vəziyyətə düşərək təcrübəçi bu dəfə hiləgərliyə atır. İki müxtəlif A və B istiqaməti ilə bunların hər birinin arasındakı bucağı ölçmək istəyir. Təcrübəçinin fikrincə, madam ki hissəciyin spini eyni zamanda iki müxtəlif istiqamətdə yönəlmiş ola bilməz, çarəsiz qaldıqda bir halda spin onlardan biri ilə hansısa bucaq əmələ gətirər. Buna əsaslanaraq təcrübəçi əvvəl birinci ölçməni aparır. Spinin ay istiqaməti boyunca yönələrək səmtlənməsi onda təəccüb doğurmur. Sonra ikinci ölçməni o birincinin ardınca tez aparır ki, spin yönəlmə səmtini dəyişməyə macal tapmasın. B istiqaməti elə seçilmişdir ki, bu ay istiqaməti ilə 25 dərəcə bucaq əmələ gətirirdi. Elə indicə spinin A oxu boyunca yönəlmiş olduğunu məmnuniyyətlə müəyyən etmiş təcrübəçi də gözləyir ki, spin B oxuna 25 dərəcəlik bucaq altında istiqamətlənəcək. Buna baxmayaraq, o heyrətlə aşkar edir ki, təbiət onun hiləsini qəbul etməmiş, onu qabaqlamışdır. Hissəcik nə cür olmuşsa, ondan qabağa düşmüş və onun spini sanki möcüzanə olaraq B oxu boyunca yönəlmişdir. Qeyzlənmiş təcrübəçi yenə də spin istiqaməti ilə A oxu arasındakı bucağı ölçməyə girişir və görür ki, spin lap əvvəlcədən olduğu kimi A oxu boyunca yönəlmişdir. Təsvir edilənə oxşar heyranedici, valehedici bu cür fövqəladə effektlər müasir fizikanın ayrılmaz hissəsi olmuşdur. Təcrübəçilər çoxdan ona adət ediblər ki, hissəciyin spini daim çıxış, başlanğıc olaraq seçilmiş ox boyunca istiqamətlənir. Bu xassisə kvant aləmində istiqamət anlayışına məna vermək üçün edilən hər hansı cəhdi heçə endirir. O, həmçinin fiziki aləmə qəribə subyektiv element gətirir. Əgər hissəciyin spininə təsadüfi seçilmiş haqq hesab istiqaməti ardınca getmək qabaqcadan müəyyən edilmişdirsə, onda belə təəssürat yaranır ki, təcrübəçi sanki mikro aləmə zorakılıqla soxulur, ona diktə edir. Bütün hissəciklərin spinlərinin qul itaətkarlığı ilə təcrübəçinin verdiyi istiqamətə getməsi insanı sanki belə bir fikrə yönəldir ki, maddi aləmi hansısa yüksək ağıl idarə edir. Kvant fizikasının buna bənzər subyektiv elementlərin varlığı, fiziki reallıqlar, fiziki aləmdə şüurun, idrakın rolu haqqında ənənəvi təsəvvürlərə yenidən baxılmasını tələb edir. Əlbəttə, burada ağ işıq zərrələrinin işinin informasiya ötürücülüyünün rolu, əhəmiyyəti özünü göstərir.